Salam uşaqlar. Yenə yorumlar hissəmizdə gələn suallarla davam edirik. Deməli, Namazovdan 5-ci sinif Namazovdan səhifə 75-dəki 20, 21 və 22-ci tapşırıqlar istənib. Yenə də mən kitabı kənara qoyacağam, kameranı biraz yaxın qoyacağam. Oxuyacağam, oradan baxarsınız. Yəqin ki, kitabınızda olar. 20-ci misalda nə deyir? Baxın, bura belə yazaq. Nömrə 20. Nömrə 20 səhifəyə 75. Misalda deyir. Deməli. Aralarındakı məsafə 620 kilometrdir. Bura bir yazım, sonra deyəcəm niyə yazdıq. Olan iki stansiyadan deyil, eyni zamanda qarşı-qarşıya iki qatar yola düşdü. Birinci qatarın sürəti V1 verir 53,5-4 km/saat. Mən bu qarşıq ədədi düzgün olmayan kəsrə çevirirəm. Edir 5-də 269. Yenə km/saat. İkincinin sürəti isə 56 km/saatdır. Yəni V2 də 56 km/saatdır. 2,4 saatdan sonra saatı nə ilə işarə edirdik? T ilə işarə edirdik. 2,4-1-i də çevirdiyimiz zaman edəcək 4,9 saat. Deyir, saatdan sonra qatarlar arasında qalan məsafə nə qədər olar? Qatarlar arasında, yəni bunu ümumi deyim. Ümumidən tapmağa. Buna da deyək ki, məsələn, S2 olsun. S2 bərabərdir sualını göstərəcəm niyə elə yazıram. Biz bilirik ki, bizim bir düsturumuz var. Ümumiyyətlə, eyni zamanda qarşı-qarşıya gələn avtomobillər olsun, qatarlar olsun, onların düsturu bu şəkildedir. S bərabərdir V1 üstə gələk, V2 vurulsun T-yə. Düsturumuz bu şəkildədir. İndi biz amma burada hələ ki S-i gətirib yerinə qoymayacaq. V1 üstə gəlinsin V2 vurulsun T-ni tapırıq hələ. Yenə də buna S yazırıq. Bax, bu hissədən yazacağım geniş. V1-imiz nə qədərdir? V1-imiz 5-də 269-dur. V2-miz nə qədərdir? 56-dır. Yenə biz bunu sanki xəyali bir kimi eləyək ki, 5 ilə 1-ə ortaq məxrəc götürəndə 5 götürək. Yəni, sonra yazmayasınız ki, hardan tapdınız o 5-i. T-miz də nədir? 4-də 9-dur. Biz mötərizənin içərisini hesabladığımız zaman 5-i 5-ə böldüyüm zaman 1 edir. 5-i 1-ə böldüyüm zaman 5 edir. 269-u 1-ə vuranda elə 269 edir. Üstə gələ 56-nı da 5-ə vurduğumuz zaman edir 280. Mötərizənin içərisində vurulsun 4-də 9. Yəni, bu şəkildə yazaq, geniş yazaq da hamısını. Bunun mötərizənin içərisində edir 5-də 549. 5-də 549 vurulsun 4-də 9. Bunlarda da heç biri ixtisar getmədiyinə görə bir-birinə vurub yazırıq. 20-də 4941. Bu şəkildə aldıq. S-i aldıq ki, 20-də 4941-dir. Yine biz S2'ni tapmaq. Deyək ki, məsələn, buna da bir S2 deyək də. Heç S2 de söz də, demə söz də. Bizim sondakı tapacağımız bu S, axı deyir, 2,4 saatdan sonra qatarlar arasında qalan məsafə nə qədər olar? 620-dən, yəni ümumi yolumuzdan biz tapdığımız bu yola çıxmalıyıq. 20-də 4941-i çıxmalıyıq. Yenə burada xəyali bir hesab etdiyimiz üçün 20 ilə 1-in əkobu 20-yə bərabər olduğuna görə 20-ni 1-ə böləndə bura 20 edəcək. 20-ni də 20-yə böləndə bura 1 edəcək. 620-ni deməli 20-yə vurduğumuz zaman 12400 edəcək. Bu şəkildə çıxılsın. 20-də 4941 bərabərdir. Bu da çıxdığımız zaman 7459 edir. Düzgün olmayan kəsirdə qarşıq ədədə çevirdiyimiz zaman bu da edəcək 20-də 19 kilometr. Bu şəkildə. Deməli, buradan yazaq. S bərabər oldu nəyə? 372,20-də 19 kilometrə. Tapdıq. İndi misal nömrə 21, yenə səhifə 75. 21-də nə deyir? Deyir ki, motorlu qayıq çayın axınına qarşı. Biz həmişə nə yazırıq? Axına qarşı. Deyilənləri yazaq. 2 saata 56 kilometr yol gedir. 56
56 kilometr yol getdi. Çayın axma sürətinin 3,3-2 km/saat olduğunu bilsə, biz bunu yenə çevirsək olacaq 3,11 km/saat olduğunu bilərək qayığın 1,2 saat çayın axını ilə artıq axını ilə gedəcək. Axın ilə t bərabərdir 1,2 deyir. Yəni 2/3. Bu zaman deyir ki, S nəyə bərabərdir? Yəni getdiyi yolu tapın. Axına qarşı düsturumuz nə idi? K çıxılsın Ç, vurulsun T bərabərdir S-ə. K-nı bilmirəm. Ç-ni yerinə yazıram. 3/11 vurulsun 2 bərabərdir 56. Deməli, K çıxılsın 3/11. 56-nı 2-yə bölürəm də birbaşa yazırıq. 56-nı 2-yə böldüyümüz zaman edəcək 28. K da bərabərdir neçəyə? 28-dən biz çıxmalı, daha doğrusu 28-in üzərinə 3/11-i gəlməliyik. Bunu da gəldiyimiz zaman yenə 3-dən 1-in əkobu 3-dür. 3-ü 1-ə böldüyümüz zaman 3, 3-3-ə böldüyümüz zaman 1 edəcək. 28-i 3-ə vurduğumuz zaman edəcək 84. Üstünə gəl 11. Bərabərdir 3/95. Yəni biz K-nı aldıq ki, 3/95-dir. Digər düsturumuz necədir? Axın ilə düsturumuz K üstə gələk Ç vurulsun T bərabərdir S-ə. Yəni elə bu ifadəni alandan sonra S-i almış oluruq biz. K-mız nə qədərdir? K-mız 3/95-dir. Üstə gələk Ç-ni onsuz da vermişdi 3/11 mötərizənin içərisində. Vurulsun T-miz nə qədər idi axını ilə? 2/3. Mötərizənin içərisini topladığımız zaman edir 3/106. Vurulsun 2/3-ə. 3 ilə 3 ixtisar gedir. 106-nı da 2-yə böldüyümüz zaman edir 53 kilometr. Deməli, S 53 kilometr imiş. Və sonuncu nömrə 22, səhifə 75. Kater çayın axını ilə 3 saata, axın ilə deyir. Mən bunu yazıram. Axın ilə 3 saata 102 kilometr yol gedib. S-i də 102 kilometrdir. Çayın axma sürəti 2,3/1-dir. Bunu yenə çevirdiyimiz zaman 3-ü 2-yə vuranda 6, 3/7 edəcək. Olduğunu bilərək katerin 4,2/1 saata çayın axınına qarşı T-si nə qədərdir? 4,2/1. 4, 2, 8, bu da 9. Çayın axınına qarşı getdiyi yolu tapın. Eyni qayda ilə burada axın ilə dediyinə görə K üstə gələk C vurulsun T bərabərdir S-ə. K-nı bilmirik. Ç-miz 3/7-dir. T-miz 3-dür. Bərabərdir 102-yə. Deməli, K üstə gələk 3/7 bərabərdir. 102-ni biz 3-ə böldüyümüz zaman edəcək 34. K da bərabərdir 34 çıxılsın 3/7-yə. Ortaq məxrəci yenə 3 olduğuna görə olacaq 3-də. Burada 1-dir. 3-ü 1-ə böldüyümüz zaman yenə də yazım. 3, 3-ü də 3-ə böləndə 1. 34-ü 3-ə vurduğumuz zaman 102 edəcək. Çıxılsın 3/7. 102-dən də 7 çıxdığımız zaman 3/95 edəcək. Yəni K-nı tapdıq ki, 3/95-dir. Axına qarşı dediyinə görə K çıxılsın Ç vurulsun T bərabərdir S. Yəni eyni şeydir yenə. K-nı tapmışdıq nə? 3/95. Ç-miz nə qədər idi? 3/7. T-miz nə qədər idi? 2/9. Bunları mötərizənin içərisine çıxdığımız zaman nə edəcək? 95-dən deməli biz 7 çıxdığımız zaman 88 edəcək. Vurulsun 2/9-a. 9 3-ə ixtisar gedəcək. 3, 3 3-ə ixtisar gedəcək. 1. 2 2-yə gedəcək. 1. 88 2-yə gedəcək. 44. Yəni 44 vurulsun 3 bərabərdir 132 kilometr. Deməli burada da S-imiz nə qədər imiş? 132 kilometr imiş. Bu tapşırıqlarımız da bu şəkildə yekunlaşdı.